Moskva şok açıqlama verdi. Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub. Rusiya, Belçikanın Xarici İşlər Naziri Maksim Prevonun Azərbaycanın Kiyevdəki səfirliyinə dəyən ziyanın Rusiya ordusu tərəfindən vurulması ilə bağlı açıqlamasını təqzib edib. Musavat.com xəbər verir ki, Kommersantın xəbərinə görə Rusiyanın Belçikadakı səfirliyi bu ittihamları əsassız və tələsik verilmiş adlandırıb. Rusiya səfirliyinin açıqlamasında iddia olunur ki, Azərbaycan səfirliyinə dəymiş ziyan ABŞ istehsalı olan Patriot hava hücumundan müdafiə sistemi tərəfindən buraxılan raketlərin qalıqları səbəbindən yarana bilər. Rusiya Xarici İşlər Nazirliyi də yayımladığı pres relizdə bildirib ki, Rusiya silahlı qüvvələri Ukrayna ərazisinə zərbələr planlaşdırarkən diplomatik missiyaların yerləşdiyi ünvanları nəzərə alır. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, həmin gün endirilən zərbələr Ukraynanın müdafiə sənaye kompleksinə və enerji infrastrukturu obyektlərinə yönəlib. Zərbələr zamanı Kincal hipersəs raketləri və zərbə pualarının tətbiq edildiyi qeyd olunub. Ağdərədə minaya düşən şəxsin vəziyyəti açıqlandı. Noyabrın 16-sında Ağdərə rayonunda minaya düşən Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Natiq Namiqoğlu Əliyevin vəziyyəti məlum olub. Bu barədə Ölkə.az Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyindən bildirir. 16 noyabr saat 13:20-də Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1990-cı il təvəllüdlü şəxs Bərdə rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub. Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti ağırdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Mina Təmizləmə Agentliyinin məlumatına görə, işğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində 2025-ci il 16 noyabr tarixində mina hadisəsi baş verib. Ölkə.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Bərdə kənd sakini Əliyev Natiq Namiqoğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində ayağından xəsarət alıb. Faktla bağlı Ağdərə rayon prokurorluğunda araşdırma aparılır. ANAMA, ARDİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır. Ordu hazırdır, cəngəllikdə döyüşlər hər an başlaya bilər, rəsmən elan edildi. Washington zərurət yaranarsa, Venezuelaya quru qoşunlarını yerləşdirməyə hazırdır. Globalinfo.az xəbər verir ki, bunu ABŞ ordusunun katibi Dan Driscoll CBS News-a müsahibəsində bildirib. Prezident və ya müdafiə naziri bunu tələb edərsə, biz hərəkətə keçəcəyik. Artıq ordu hazırdır, bu hər an baş verə bilər, deyə ABŞ rəsmisi bildirib. Driscoll qeyd edib ki, ABŞ ordusu cəngəllikdə döyüşə hazırlığını bərpa etmək üçün artıq əhəmiyyətli səylər göstərib. Türkiyənin zərbəsi Rusiyanı sarsıtdı, Putin dərhal Trumpın qapısını döydü. Rəsmi Ankara Ukrayna savaşının qalibinə çevrilir. Əgər Kreml Türkiyənin geopolitik şərtlərini qəbul etməsə, onda Rusiya həm enerji bazarında, həm savaş meydanında, həm də siyasi diplomatik müstəvidə daha sərt təcrid dövrünə daxil olacaq. Bu baxımdan hesab etmək olar ki, Ukrayna savaşının yekun raundu artıq başlayıb və bu mərhələdə əsas qlobal orbiter rolunda artıq ABŞ deyil, məhz Türkiyə ön plana çıxır. ABŞ prezidenti Donald Trump'ın nüvə sınaqları ilə bağlı açıqlamalarından sonra Ağ Ev Kreml xəttində gərginlik hazırda pik həddə çatıb. Kreml sözçüsü Dmitri Peskovun telefon danışığı tez bir zamanda təşkil oluna bilər mesajı isə Prezident Vladimir Putinin Ağ Ev sahibi Donald Trump'la yeni bir diyaloqa can atdığını göstərir. Və bu, artıq Kremlin klassik taktikasına çevrilməyə başlayıb. Yəni, Rusiya hər dəfə strateji dalana dirəndikdə, Kreml dərhal ABŞ ilə yüksək səviyyəli təmas qurmağa çalışır. Onu da qeyd etmək lazımdır ki, hazırda həmin növbəti dalan məhz Ukraynanın Ukrayna savaş poligonunda maksimal səviyyədə sıxışması hesab oluna bilər. Çünki son vaxtlar həm hərbi və maliyyə resurslarının çatışmazlığı, həm də ABŞ və Qərbin hərbi siyasi təzyiqləri Kremlin mövqelərini ciddi şəkildə zəiflədib.
Belə bir vəziyyətdə Trump administrasiyası ilə gizli və açıq dialoq kanallarının yenidən işə salınması Kreml üçün önəmli variantlardan biri kimi görünür. Ancaq bu dəfə vəziyyət kifayət qədər fərqlidir. Çünki Ukrayna savaşı ətrafında cəryan edən proseslərə Kreml Ağ Ev dialoqundan daha ciddi şəkildə təsir göstərmə imkanları olan yeni güclü bir geopolitik oyunçu Türkiyədə xüsusi fəalliklə daxil olmağa başlayıb. Belə ki, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanın münaqişə tamamlanma mərhələsinə maksimum yaxınlaşıb mesajı qətiyyən təsadüfi deyil. Bu, rəsmi Ankaranın artıq savaşın son fazasının arxitekturasını formalaşdıran əsas güclərdən birinə çevrildiyinin açıq siqnalıdır. Məsələ ondadır ki, Türkiyə diplomatiyasının rəhbəri Hakan Fidanın verdiyi mesaj rəsmi Ankaranın son siyasi diplomatik manevrlərinin yeni inkişaf xəritəsini ortaya qoyur. Son müşahidələr onu göstərir ki, Avropa liderləri də rəsmi Ankara ilə paralel mövqedədir. Hər halda Böyük Britaniyanın baş naziri Keir Starmer və Almaniya kansleri Friedrich Merz də rəsmi Ankaranın savaşın son mərhələyə daxil olduğu dəyərləndirməsini artıq təsdiqləyiblər. Və bu, NATO daxilində Ankara, London, Berlin xətti üzrə yeni siyasi konsensusun formalaşdığını göstərir. Digər tərəfdən, ABŞ və Türkiyə hazırda faktiki olaraq sülh prosesinin koordinasiyasını bölüşür. Trump administrasiyası Ukrayna savaşını bitirmək üçün alternativ senariləri sülh masasına çıxararkən, bu planların heç biri Türkiyə olmadan reallaşa bilməz. Çünki Qara Dəniz təhlükəsizlik arxitekturası, ərzaq dəhlizi, Rusiya ilə ən etibarlı dialoq kanalları və rəsmi Kiyev üzərində əsas təsir mexanizmləri məhz Türkiyənin əlində cəmləşib. Təbii ki, bu önəmli faktorlar həm Trump administrasiyası, həm Kreml, həm də Avropa ölkələri üçün Türkiyənin strateji moderator statusunu daha da gücləndirir. Rəsmi Ankaranın israrla gündəmə gətirdiyi "Savaş dayanmasa, Avropa çökməyə başlayacaq" məzmunlu əsas mesajı indi həlledici siyasi reallıq hesab olunur. Bu reallığın Avropalı liderlər tərəfindən də etiraf olunması, Ukrayna savaşının artıq yeni siyasi psixoloji mərhələyə keçərək yekun fazada olduğunu göstərir. Və ona görə də indi bu prosesdə siyasi sonluq üçün geriyə yalnız həlledici danışıqların baş tutması qalıb. Onu da nəzərə almaq lazımdır ki, rəsmi Ankaranın Kremllə yaxşı münasibətləri olsa da, ABŞ da Trump administrasiyasının hakimiyyətə gəlişindən sonra Türkiyənin Rusiyadan tədricən uzaqlaşmaqda olduğu müşahidə edilir. Buna paralel olaraq, Türkiyənin son vaxtlar ABŞ-la strateji yaxınlaşma prosesinin daha da dərinləşməsində maraqlı olduğu nəzərə çarpır. Buna paralel olaraq, Türkiyənin son vaxtlar ABŞ-la strateji yaxınlaşma prosesinin daha da dərinləşməsində maraqlı olduğu nəzərə çarpır. Buna paralel olaraq, Türkiyənin son vaxtlar ABŞ-la strateji yaxınlaşma prosesinin daha da dərinləşməsində maraqlı olduğu nəzərə çarpır. Ukrayna savaşının dayandırılması üçün Ankara-Vaşinqton xəttində koordinasiyanın güclənməsinin ən bariz indikatoru isə məhz Türkiyənin enerji bazarına münasibətdə mövqeyini kəskin şəkildə dəyişdirməyə başlamasıdır. Məsələ ondadır ki, Qərb mətbuatının məlumatına görə Türkiyə Rusiyadan aldığı neftin həcmini azaldır. Bu, strateji diversifikasiya deyil, açıq şəkildə geopolitik xəttin dəyişməsidir. Rəsmi Ankaranın bu addımı ABŞ üçün bu böyük əhəmiyyət daşıyır. Çünki Rusiya neftindən regional asılılığın azalması Kremllə qarşı Ankara Ağ Ev təzyiq mexanizmini daha da gücləndirir. Bütün bunlara paralel olaraq, rəsmi Ankara tərəfindən alternativ enerji qaynağı kimi məhz İraq və Qazaxstanın seçilməsi də qətiyyən təsadüfi deyil. Çünki İraq ABŞ-ın təsir dairəsindədir, Qazaxstansa Rusiya təsirindən qurtulmaq üçün Qərb-Türkiyə əməkdaşlığına açıqdır. Və bu, Türkiyənin enerji resurslarına olan ehtiyaclarını təmin etmə prosesini həm geopolitik risklərdən qoruyur, həm də Qərbin Rusiyaya qarşı sanksiya mexanizmlərinin effektini daha da artırır. Maraqlıdır ki, bu üç paralel proses, Trump-Putin xəttində mövcud gərginlik, rəsmi Ankaranın son mərhələ bəyanatı və Türkiyənin enerji ehtiyaclarının təmin olunması prosesinin Rusiya asılılığından çıxarılması əslində vahid geopolitik sistemin tərkib elementləridir.
Belə anlaşılır ki, Türkiyə-Ukrayna böhranının nizamlanmasında açar güc rolunu artıq rəsmən öz üzərinə götürür. Və indi rəsmi Ankara həm Rusiya ilə dialoqa malikdir, həm də NATO çərçivəsində Qərb üçün əvəzolunmaz hərbi siyasi iradə mərkəzidir. Məsələ ondadır ki, ABŞ-ın mövqeyinə diqqət etdikdə Trump administrasiyasının da Türkiyənin bu strateji missiyasını dəstəklədiyi müşahidə olunur. Çünki Ağ Evdə artıq anlayırlar ki, Prezident Donald Trump'ın Ukrayna savaşını sürətli şəkildə bitirmək planlarının uğur qazanması Türkiyənin vasitəçilik resursları olmadan mümkün deyil. Və üstəlik, Rusiyada Qərblə yenidən təmas kanallarını yalnız məhz rəsmi Ankara üzərindən bərpa edə biləcəyini nəzərə almağa məcbur qalmış kimi görünür. Əslində, Kremlin ABŞ və Qərb ilə siyasi diplomatik təmas kanallarına indi həmişə olduğundan daha çox ehtiyacı var. Bunu Prezident Vladimir Putinin Ağ Ev sahibi Donald Trump'la yenə telefon danışığına can atması da sübut edir. Belə bir situasiyada Kremlin geopolitik zərbələrə məruz qalan mövqeyləri Rusiyanı yenidən Türkiyə kanalına möhtac buraxır üstəlik. Rəsmi Ankaranın yeni enerji qaynaqlarına keçidi Kremllə qarşı əlavə təzyiq mexanizmi yaradır. Və Türkiyənin Rusiyadan uzaqlaşması, Kreml üçün maliyyə gəlirlərinin azalması, eləcə də geopolitik təsir çərçivəsinin daralması baxımından 2 qat zərbə deməkdir. Göründüyü kimi, Ukrayna savaşının gələcək taleyini müəyyən edə biləcək yeni qlobal balans mexanizmi Türkiyə-ABŞ xətti üzərində formalaşmağa başlayıb. Ona görə də Ukrayna savaşının nizamlanma prosesinin son mərhələsinin mərkəzində Türkiyənin geopolitik iradəsinin dayana biləcəyi artıq qətiyyən istisna deyil. Və Türkiyə bu mərhələdə yalnız vasitəçi deyil, həm də bu sülh prosesinin siyasi, iqtisadi, eləcə də strateji memarı kimi çıxış edir. Əgər Kreml Türkiyənin bu memarlıq rolunun geopolitik şərtlərini qəbul etməsə, onda Rusiya həm enerji bazarında, həm savaş meydanında, həm də siyasi diplomatik müstəvidə daha sərt təcrid dövrünə daxil ola bilər. Bu baxımdan hesab etmək olar ki, Ukrayna savaşının yekun raundu artıq başlayıb və bu raundun baş hakimi olaraq ABŞ deyil, məhz Türkiyə ön plana çıxmağa başlayıb. Qəzzada ölənlərin sayı 70 minə yaxınlaşır. İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 17 nəfər Fələstinli ölüb. Ahar Az xəbər verir ki, bu barədə Anklavın Səhiyyə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, son 72 saat ərzində İsrail Müdafiə Ordusunun regiona endirdiyi zərbələr nəticəsində Qəzza zolağının xəstəxanalarına 17 ölü və 3 yaralı daxil olub. 2023-cü il 7 oktyabr tarixində silahlı münaqişənin kəskinləşməsindən indiyədək Qəzza zolağında 69.483 nəfər ölüb, 170.706 nəfər yaralanıb.